silahlı kuvvetlerin komandanı, Vətən müharibəsi qəhrəmanı, xarici kəşfiyyat xidmətinin hərbi qulluqçuları Hilbur önündən dövlət təhlükəsizliyi xidmətinin əməkdaşlarından ibarət parad heyəti, heyətə General İlham Əliyev. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Və bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə də eyni olacaq. Yenə Azərbaycan dəmir yumruğu onların belini qıracaq. Hilbur önündən keçir. Parad heyətinə Qarabağ ordenli Polkovnik Zəfər paradında qardaş Türkiyə Respublikası müzəffər ordumuz, qalib ordumuz, müzəffər ordumuz. Tamamlar. $2000'den çok nömreyle Qarabağ Azerbaycan'dı. Hərbi texnikalardan çok az bir kısmı azadlık meydanı. Prezidenti Cenab Recep Tayyip Erdoğan. Batılı emperyalistlerin gaz vermesiyle bir yere varılmayacağı görülmeli. Düşmanlık yerine iyi komşuluk temelinde ilişkiler yeniden ele alınmalıdır. Ermenistan halkı Karabağ'da yaşananlardan ders çıkarırsa bu bölgede yeni bir dönemin başlangıcı olacaktır. Coşku üzerinde T-72 tankları, Gradları, Coşku üzerinde pilotsuz uçuş aparatları, Hermes 450 ve Hermes devlet bayrağının tesvirini yaradılar. Grupa Vətən müharibesi namik İslam Zayda başlık edir. Hakkın yolundadır Azerbaycan'ım, Vətənim bu yoldan dönmeyecekti. Şuşa